Azərbaycanda hərbi qulluqçular şəxsi jetonla təmin olunacaq. Çünki qanunvericiliyə hərbi qulluqçuların şəxsi jetonu anlayışı daxil edilir. Bu, Milli Məclisin mayın 1-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq hərbi vəzifə və hərbi xidmət haqqında qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən şəxsi jeton həlak olmuş, ölmüş, xəsarət alınmış, yaralanmış, travma, kontuziya alınmış hərbi qulluqçuların şəxsiyyətini müəyyən etmək üçün istifadə edilən fərdi identifikasiya nömrəsini və qan qrupunu özündə əks etdirən nişandır. Hərbi qulluqçular hərbi xidmət keçdikləri dövlət orqanları tərəfindən şəxsi jetonla təmin edilirlər. Hərbi qulluqçuların şəxsi jetonla təmin edilməsi həmçinin şəxsi jetonun təsviri, xüsusiyyətləri və uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən edilir. Qeyd olunub ki, hərbi qulluqçular xidmət vəzifələrini yerinə yetirərkən müxtəlif risklərlə üzləşirlər. Xidməti fəaliyyəti ilə əlaqədar olaraq döyüş əməliyyatları və digər fövqəladə hallarda onların həlak olması və ya xəsarət alınması, o cümlədən yaralanması, travma alması, kontuziya, tanınmaz hala düşməsi və s. hallar baş verə bilir. Belə vəziyyətlərdə hərbi qulluqçuların şəxsiyyətinin operativ qaydada müəyyən edilməsi və onlara tibbi yardımın vaxtında və düzgün göstərilməsi, xüsusilə qan qrupu barədə məlumatların mövcudluğu baxımından həyati əhəmiyyət daşıyır. Bu baxımdan hərbi qulluqçuların beynəlxalq təcrübədə geniş tətbiq edilən və effektivliyini sübut etmiş mexanizmdən fərdi identifikasiya ilə təmin olunma üsulundan istifadəsinə zərurət vardır. Bu məsələnin həlli üçün qanunvericiliyə şəxsi jeton anlayışı və istifadə qaydalarının əlavə edilməsi təklif olunur.